Olsun olsun. Evet. Yaxşı atmayın da uşaqlar bu şey özgür de atmayın. Oldu, sağ ol Seyit. Sağ ol sağ ol teşekkürler. Sona Hanım buyurun hoş gelmiştiniz. Vay 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 ne hale girmişim. Sefendiydi bir ay. Adil buyur hoş gelipsən. Salam Adil aleyküm. buyur. Meleki. Salam aleyküm. Meleki. Aha bir protestant xaçı. Ne tersiz, ne var ne yok. Nədir bu? Havaslav xaçına oxşuyur. Hə buyur əzizim. Ha. Ben Yaxşıyam Meleküm sən demek necəsən? bakıram sen. Sen canlıları bakıram, beğenirim. Aha. Yaxşı eləyirsən. Elime bağlıdır. Bilirəm. Hə buyur. Bir dene senden elə bir ki bir sual mı diye, soruşacağım mı diye bir şey var. Aha. Elə bir ki sen Allah'ı danırsan, Müslüman dinini danırsan, yani fikirlərə hörmətlə yanaşıram. Ha, yani belə dedim də, yani elimə bağlısan. Aha. Maşallah, yani çox da savadlısan, çox oxumusan. Elhamdülillah. Ha bak görsən elhamdülillah. Bəs nə deməkdir? Bəs yazırsan Sən Allah boş ver onu. yoxdur. Sən boş ver onu. Sən neyirsən? Sən danış. Yaxşı, bax belə deyək də. Ha. Bu insan doğulub, hamımız bir qədər yaşayıb, ölüb çıxıb gedəcəyik elə. Aha, eyni ilə. Mən eyni ilə hamımız. Məsəl üçün, mən də atam, anam sağdır, yəni səninkiləri bilmirəm. Yəqin ki, səninkilər də sağ olar. Elhamdülillah. Ha. Ha, elhamdülillah. Belə deyim sənə. Məsəl üçün, yəqin ki, sənin bir 30-35 yaşın var da hər hala. Mənim 40 yaşım var. Yəqin ki, ha. Belə deyək də, bir 30 ildən, 40 ildən sonrasına atan və yaxud anan hansısa bir istək, mənkilər də rəhmətə gedəyək, ya, yəni başqa cür başa düşmə. Yəni bir rəhmətə gedən nə oldu? Hə. Biz hamımız belə deyək də, müsəlman dininə uyğun olaraq dəfn-kəfin eləyirik, molla çağırırıq, aparıb basdırırıq da, elə dəfn eləyirik də, təntənəli surətdə. Sən nə tər eləyəksən? Yaxşı, bir əzizin rəhmətə gedəndə. Bir əzizin müsəlmandırsa, müsəlman adəti ilə, amma müsəlman deyilsə, sekulyar adətlərlə. Bu bir. İkincisi, sən müsəlman adəti dediyin şeylərin tamamı, müsəlman adəti dediyin şeylərin tamamı heç müsəlmanlıqda yoxdur. Sən müsəlmanlıqda xəbərin var ki, deyəsən ki, müsəlman adəti ilə də. Yox, Mən bax mən indi adı bir şey. müsəlmanlıqdan Sən yaxınlarının qəbirdaşı olur, sənin sizin tərəflərdə qəbirdaşı qoyurlar sənin yaxınlarınıza. bəli, bəli, Qəbirdaşı var İslam adətində? Yoxdur. İndi sən mənə de onu görüm. bilmirəm. Hə. Ehsan verirsinizmi siz? 3, 7, 40. Belə çay verirlər. Hə, bax o 3, 7, 40 da yoxdur İslamda. Bilirsən onları? Məzarın üstünə toplaşırmı kənd cəmaatı, rayon cəmaatı? Bəli. Hə. Bax orada Quran oxuturursa o da yoxdur İslamda. Xəbərin varmı sənin? Mən yəni nə İslam dinindən o qədər anlayışım yoxdur. Mən onları sənə əvvəlcədən dedim də, yəni ki, səndən sənə sual verib, sənə hansısa sualdan yəni nətərsə bağlamaq mümkün deyil də. Yəni bilirəm ki, sən çox savadlısan. Əlimizdən gəldiyi qədər maşallah. Maşallah. Bunu diyoruz, başa maşallah düşdük. ne demirsən? Bunu mən başa düşürəm. Mən də bilirəm ki, İslam dinində çox şey şişirtmədir. Mən də elmi dəstəkləyirəm. Elm hər şeydən, yəni elmə hər şeyin elmi izahı var da, yəni. Bunu Aha. başa düşürəm. Məsəl üçün sən bax belə deyək də, sən bir əzizin rəhmətə getdi. Sən yəni onu müsəlman dinindən sən deməyəsən ki, məsəl üçün Allah rəhmət eləsin sözü dilə gələcək. Sən kimsə deyəndə ki, Allah rəhmət eləsin, nə deyirsən? Deyirsən Allah yoxdur. Həmin zaman sən deyirsən Allah yoxdur. Əzizim, bax, mən də dəfnə gedirəm, mən də nə bilim yas yerinə gedirəm. Gedib deyirəm başın sağ olsun. Birisi gəlib Allah rəhmət eləsin deyir, bu səmimiyyətdir. Sağ ol deyirəm, yollayıram. Məcbursan sonra Yəni qayıdıb mən desən bunu- ki, yox Allah yoxdur.
Yəni mənə bunu səmimi denən, bax, səmimi cavab ver ki, yəni sən yəni heçmi nə orada ölüyə Quran oxutmayırsan, nə bilim mən. Belə yəni nə bilim mən bax belə də bu mövzunu sən nə cür qəbul eləyirsən? Sən sevin ki, mən müsəlman deyiləm. Yoxsa səni 60 parçaya ayırmışdım burada ideolojik olaraq. Bilirsən niyə? Bilirsən niyə? Mən sənə sual verdim ki, sən bilirsən ki, bu İslam adəti deyil. İslamda ümumiyyətlə ölüyə Quran oxutmaq deyə bir şey var. Əvvəldən gəlib də, bu gəlib də əvvəldən olub. Hardan gəlib əvvəlcədən? Türklər Quran oxutururdu əvvəldən. Türklərdə ümumiyyətlə İslam dinindən əvvəl türklər Quran oxutururdu. Biz müsəlmanlığa keçməmişdən əvvəl də olub da. Müsəlmanlığa keçməmişdən deyil, müsəlmanlığa keçirilməmişdən. Yəni zorla, qılınc gücünə. İndi gəldik digər bir məsələyə. Mənə bax, Peyğəmbərin övladları həlak olub da bilirsən də. Eşitmisən heç olmasa. Bilirəm də, Quran oxuyurdu məzar başında. Bəlkə də yox. İndi sən mənə de görüm. Bu Quranın harasında ki, sən ki bölümün başında Quran oxutturmalısan? Onu da bilirəm ki, Quranda adı Yasin surəsi oxuyurlar, yəni dirilərdən örtəridir. Yəni mən onu başa düşürəm. Dirilərdən ötəri olan şey ölümün başının üstündə niyə oxuyurlar bəs dostum? Mən başa düşürəm. Yəni bilə-bilə mən onu bilirəm ki, mən onu sənə əvvəlcədən dedim axı. Məsəl üçün belə deyək, məclislərdə indi yaz məclislərində oluruq da hamımız. Orada o mollaların danışdığı şeylər, yəni çoxsu orada çox adam heç orada üzüntüsündən getmir, orada bozbaş yeməyə gedir yaz məclislərində. İndi bozbaş çox yerdə yoxdur. Mən onu başa düşürəm, onun çoxsu nağıldır. Nə bilim mən nağıl danışır, heç bir elmə əsası olmayan şeylər danışırlar. Bunu bilirəm. Bu şişirdilmiş bir şeydir da, bunu bilirəm. Hətta yəni mən də sənə ona görə deyirəm ki, məsəl üçün sənin bir əzizin rəhmətə getdikdə sən nə cür bir dəfn mərasimi qurarsan? Mən əzizim müsəlmansam, müsəlman qaydasında bilmirəm, onu bilmirəm. Paşa kimi də yaşadı Lübnanda. Sən mənə izah edə bilərsən bu səbəbi? Yox, mən onu izah edə bilmirəm. Mən sizdən soruşuram ki, yəni mən bilirəm ki, bu dünyanın bir ədalət sistemi işləyir. Amma bax bunu nə işlədir? Bunun nə işlədir deyəndə ki, ya hüquq sistemi işlədir, ya da ki, ədalət falan yoxdur. Başa düşdün? Məncə o var. Bir dənə o var ki, dünyanın bir ədalət sistemi işləyir. Kimsə hardansa oğurluq eləyirsə, kimsə kiməsə... Dayı, səncə var da, səncə var. Ümumilikdə yoxdur. Səncə nə istəyirsən ola bilər? Səncə çox şey ola bilər. Amma ümumilikdə yoxdur. Anlaya bilirsən? Nə bilim, deyirsən də, amma mən görürəm ki, var. Sən də görürsən ki, kimsə kiməsə yaşatdığını yaşatmasa ölmür. Bu mümkündür. Anlamır. Ay qardaş, mənə izah elə görüm yaşatdığını yaşadığı şeyi zorbalayan. Onu bilmirəm. Biləndə söhbət edərik. Təşəkkürlər. Təşəkkürlər. Mən gördüklərim var. Salamat. Sağ ol. Təşəkkürlər. Lan Nora, buyurun, xoş gəlmisiniz. Axşamınız xeyir, əsənliklər hər kəsə. Əsənliklər, axşamınız xeyir. Adım Aynurdur, 45 yaşım var. Bu bəyə demək istəyirəm, məndən öncəki Adil bəyə demək istəyirəm ki, bizim də ölülərimiz ölür və biz qəbir üstünə gedəndə dilini bilmədiyim bir ərəbin dilində ölümüzə moizə oxutmuruq. Ehtiyac duymuruq. Yəni biz ölülərimizi ziyarət edib gedirik. Vəssalam, bu qədər. Və sizə təşəkkür eləmək istəyirəm. Daha çox oğlumun adından qoşuldum. 10 yaşı az olduğu üçün qoşula bilmir. 15 yaşı var, təəssüf ki, qoşula bilmir sizə. Amma hər gün sizi xüsusi maraqla dinləyir və çox sizə təşəkkür edirəm ki, bu yaşda uşaqlarda dinə yox, elmə maraq oyadırsınız və sizdən öyrəndiyi çox şeylər var. Minnətdaram sizə. Bu şəkildə davam edin. Dəstəsiniz çoxdur. Biz də içində. Yəni 45-dən sonra mən oğlumun sayəsində başa düşdüm ki, din nağılıymış. Mənim 10 yaşından sonra mənim oğlum deist olub. İndi də yavaş-yavaş sizə gəlirik. Yəni plus 2 qoya bilərsiniz ora, belə deyək. İnşallah plus 2, plus 2. Plus 2 qoya bilərsiniz. Yəni çox sağ olun. Minnətdaram sizə bu yayın üçün. Çox təşəkkür edirəm. Sağ olun, təşəkkürlər, sağ olasınız.
Sağ olun. Yoldaşlar, yenidən təkrar məlumat verirəm. Tengora.org elm platforması artıq fəaliyyətdədir, test fəaliyyətindədir. Qeydiyyatdan keçib elmi paylaşımlar və akademik qaynaqlardan yararlana biləcəyiniz bir platformadır. İstifadəçi öz arasında ünsiyyət qurma şansı belə, istifadəçilərin öz aralarında ünsiyyət qurma şansı belə verir. Adını dəyişin. Nəyin adını dəyişin? Platformanın. Niyə? Elm ağacı olmayacaqdı. Yox. Elm ağacı olmadı. Tengor oldu. Və Türk mitolojisindən ilham alınaraq ad qoyulub. Heydər, buyur, xoş gəlmisən. Necəsiz, nə var, nə yaxşamı xeyir olsun. Çox sağ olun, siz necəsiz? Çox sağ olun. Mən o bu yaxşı qardaşın sualına biraz həqiqətən maraq oyandı. Yaxın qanaqqa danışır. Sözü birbaşa deməyin mənası da vardı. Onu demək də olardı. Yəni o demək istəyir ki, çatdırmaq istəyir ki, insan öləndə Allah rəhmət eləsin deyirlər də, düzdür. Onu demək istəyir, siz nə deyirsiniz bəs? Başın sağ olsun deyirik. Başın sağ olsun. Bəli. Allah rəhmət eləsin yoxdur da, ha? Yox, yoxdur. İnşallah, maşallah sözün bəs dilimizə gətirirsiniz axı. Əziz qardaş. Mizah da əzizim, mizahdır o, mizah. Mizah. Hə, ya. Oldu, sağ ol. Sağ ol. Siz sağ olun. Okey. Qardaş, axşamın xeyir olsun. Axşamın xeyir. Elə qoşulmaq istədim, xoş oldu sənə bunu qoşulmağa, Allah köməyin olsun. Qoşdun, elə sabahki Qurban bayramına görə səni və bütün müsəlmanları və Azərbaycanlıları bayramı təbrik eləmək istəyirdim. Mən müsəlman deyiləm axı. Hər halda təbrik eləmək istədim. Niyə təbrik edirsən? Bir adam niyə qoyun qətliamı üçün təbrik eləyəsən ki? Bəs mənə səni təbrik elədiyinə görə savab yazılsa və sən də qəbul eləməyə görə savab yazılsa, o necə olacaq? Ömrümdə belə deyirlərsin. Qoyun qətliamı deyə bir bayramı mən bayram olaraq qeyd falan edirəm. Xeyr, qoyun qətliamı deyə bir şey yoxdur. O biz əgər onu yeyiriksə, biz ondan qidalanırıqsa, ya o necə qətliam ola bilər? Yəni bizim O yaşamağımızda zaman mənə izah elə görüm, kreditlə qurban alıb kəsmək nə cür bir məntiqdir və ya min bir o heç zülmdən də, o heç. Ha, orada istisna hallar var ki, bəli, bu olmaz və bu qəbul olunmaz. Bu heç dinsiz də bir düşüncə ilə yanaysan, bu görürsən ki, o haqlı düşüncə deyil və bu məqbul hesab eləmək olmaz. O heç. Yəni necə ki, o qonşuda uşaq adını ölür, həccə getmək kimi bir şeydir. Amma belə eyni şey eləyirsiniz. Səxavət azad eləmişsiniz. Yox, yəni onu şeylisiz dedikdə hamını götürmək olmaz da. Qoyun kəsib bir kilo et paylayacağınız o qədər vəsaitə, bir qoyunun vəsaitinə ton yarım alış-veriş düşür. Bir ayın ərzağı düşür. Normal ortalama bir ailə üçün bir ailənin ərzağı düşür. Qulaq as. Ona ehtiyacı olan ailələrə, şəhid ailələrinə, qazi ailələrinə paylamaq olmazdı. Yəni mütləq sən qoyun almalısan, mütləq o qoyunu kəsməlisən və kiməsə 1 kilo ildə bir dəfə ət verməlisən. İldə bir dəfə. Hə? Ət olaraq nəzərdə götürülür. Amma o qoyun 300-400 manatdır. O 300-400 manatın 50 manatını hər ay 50 manat kiməsə yardım eləmə şansın var sənin. Qardaşım, o şəhid ailələrinə, qazi ailələrinə və sənə də veteran kimi olaraq dövlət bizə ən azından nə də olsa ayırır. Mən başa düşürəm. Neysə, məsələ budur ki. Sən neçə yaşın var bu arada? 25 hətta. Hə, dostum, gənc dostum, deyirəm ki, bax 400 manata ildə bir dəfə qoyun alıb kəsib kiməsə paylamaqdansa ildə bir dəfə eləməkdir. O 400 manatı bölürsən aylara və o aylara böləndə hər ay bir ailəyə yardım edə bilirsən, ehtiyacı olan bir ailəyə. Özdə 400 manat mən ucuz deyirəm, 600-700 manatdır böyük ehtimal qoyun. Buna nə ehtiyac var ki? Yəni o gün olaraq belə nəzərə tutulub. Amma belə eləyənlər var da. Yəni bunu TikTokda da görürük ki, Başa düşürəm səni. Məsələ budur ki, 600 manata, 700 manata sən birdən çox insanı həm də dəfələrlə sevindirə bilirsən. İldə bir dəfə göstəriş üçün qoyun kəsib 3 dənə yetim yesirə verməklə iş bitmir. Bu bir. İkincisi də ki, o bir dəfə ət verməklə sən kiminsə vəziyyəti düzəlmir, nə də sən yaxşı insan olmuş olmursan. Başa düşürsən? Bəli, ona görə də Allah bizə daha ruzi verən insanlar onu hər dəfə eləməyə çalışır və o daha məqbuludur. İndi bizim gücümüz ildə bir dəfə çatan var da, adam var ki, ildə bir dəfə çatır. İldə bir dəfə anlamırsan, sən eyni şey deyirəm sənə ki, sənin ildə bir dəfə gücün çatır. O ildə bir dəfə 600 manat aldığın qoyunu aylara bölüb ayda 20 manat, 30 manat ehtiyac olan birinə yardım edə bilirsən də, ərzaq yardım edə bilirsən. Sən məcbursan ildə bir dəfə qoyun alasan, pay eləyəsən, verəsən. Mən elədiklərimin hamısını ildə bir gün kimi onu bayram kimi qeyd edirəm ki, yəni mən Yaxşı eləyirsən. Yaxşı eləyirsən. Qoyun bayramı mübarək. Təşəkkürlər. Çox sağ olun. Müsəlmanların bayramı mübarək bu arada. Hə, təbrik eləyəcəm sabah. Narahat olma. Təşəkkürlər.
Sağ ol. Zaur buyur, hoş gelmişsin. Zaur Bey. Halik buyur, hoş gelmişsin. Salam aleyküm. Her vaxtın xeyir. Gözəl insan. Hər vaxtın Vətən oğlu. Necəsən? Sağ ol Halik. Senden yorulmuşam ey ben. Niyə qardaş? Mən ikinci dəfədir həyatımda sənə sorğulatıram. Üçüncü dəfədir. Biz bir dəfə Nur surəsini danışmışıq. Üçüncü dəfə. Bilmirəmsə. Ha. Yox, səhvim var mənim. Mənim heç Onda qarışdı. Onda konularla başqa ilgim yoxdur. onda başqa Halikdir. Ha, başqa Xaliqdir. Ha, Mən olar. bir dənə şey Onda üzürlüsən. maraqlandırır sənin haqqında. Ha? Buyur, estağfurullah. Bir dənə sənin haqqında, imeni sənin haqqında, sənin belə deyək də gələcəyin haqqında. Qardaş, belə indi maarifləndirirsən, gözəl, əla. Bu hara kimi getmək istəyirsən? Yəni verilişə də çağırsalar gedərsən çevik. Yəni Hani getmirəm. dəvətlərin zadına. Hə, niyə getmirəm? Amma mayələ gəlir çağırmayacaqlar bəlkə. Niyə çağırmasınlar? Mən o günü səbirsizliklə gözləyirəm. Səni orada görmək istəyirəm, debatını. Amma mayələ gəlir çağırmayacaqlar. Nə fikirləşsən? Mənim fikrim çatdısa, çox şey belə açıq demək istəmirəm. Amma nəsədənəm. Bil istəyirəm nə gedəsən. Hamıdan çox istəyirəm, Allah haqqı. Bir gün biri risk eləsə çağırır. Öpürəm səni. Sağ ol. Görüşərik. Sağ ol. Ayda mən səhv düşürtdüm. Bəy üzürlü səni digər. Bu arada kiminsə bizi televiziya səviyyəsinə çağırmağına ehtiyac yoxdur. Çünki yavaş-yavaş artıq televiziyada biz olacağıq, veriliş də biz olacağıq. Yalçın Bey buyurun, hoş gelmişsiniz. Salam, xoş gördük. Buyur buyur. Hoş Bəy, geldin. 2-3 gün bundan əvvəl də qoşulmuşdum mən. Amma fikrimi belə çatdırmaq istəyirəm sizə. Yəni mən İslam'a görə, yəni bir şey sualım yoxdur. Mənə prosto maraqlı olan bir şey var. Mənə maraqlı olan yuxudur. Yuxu. Məsələn, yuxuda bir ölünün vasitəsilə sənin hansısa bir yerin deyilməsi. Məsələn, bu mən Qurana bağlamıram bunu. Bu hansısa bir nədənsə biyoloji nəsə, neynəsə əlaqəli ola bilər mi? Biyolojidir, tamamen biyolojidir və beyində baş verən proseslərin nəticəsidir. Özəlliklə də hipotalamusdur. Ölü sənə deyir ki, mən filan yerə sənəd qoymuşam. O sənədi götür oradan apar verginən filan yerə, mənim iş yerimə. Elə bir Təsvir vaka etsin. görməmişəm mən, elə bir hadisə görməmişəm mən az. Yəni belə bir şey var. Məsələn, birini deyim, bəlkə gülməli olar. İnanın ki, olan şey deyirəm. Biri gedir atasının qəbirstanlıqda raşotkasını çıxardır, gətirir kraskalamağa. Kraskalamağa gətirir. Bacısı səhər gəlir deyir ki, bir 2 gün keçir kraskalı deyir ki, o qurusun eləsin, apararım. 2 gündən sonra bacısı gəlir ki, qardaş, dədəmin qəbrindən yanından raşotka çıxardımsan, deyir, hə. Deyir, kişi yuxuma girmişdi ki, o raşotkanı gətirsin, qoysun yerinə. Yəni belə bir şeylər var. Yəni mən bunu Yox, bilmirəm. hekayə deyiyorlar, hekayə. Nə bilim valla, amma bir də mən keçən də bir sual verdim sizə. Aha. Bu cadu deyilən bir şey var, cadu. Mən inanın ki, mən həqiqətən də bu şeytan əməlli insanlar var ki, onu bilmirəm hansı yolla eləyir, bilmirəm xristian cadusudur və yaxud da bilmirəm. Çünki İslamda belə bir cadu yoxdur. Hansı yolla nasıl insanlara pislik eləyə bilirlər. Bu yolla pislik eləyə bilirlər. Məni eləyə bilmirlər ay dayı. Yəqin hələ ki yaxınlarına düşməmsən də, yəni ki kimin nəsə problemin yoxdur yəqin. Dayı, yüzlərlə, minlərlə insan problemi var ya məndən, nədə Allah yoxdur deyirəm deyə. Elə bilsəydilər, indi mənə 20 dəfə öldürməzdilər səncə? Yox, hələ ki bilmək olmaz, səni öldürməyəcəklər, amma ki Allah qorusun yenə deyirəm mən səni. Allah qorusun, çünki bilirsən necə, ağıllı fikirlər yürüdürsən, mən bir şey demirəm sənə. Məsələn, mən bu günlər deyəndə, məsələn, Nizami Gəncəvi 1141-ci ildə anadan olub. Bugün onun yaradıcılığını ikinci təkrar yarada bilən varmı? Yoxdur. Yəni bu savadlı başdır da. Yəni ikinci Nəsimi, hələ yazdıqlarını Nəsimi bugün tərcümə eləyib, kimlərəsə izah verə bilmirlər. Nəsimin yazdıqlarını, əldə qalanlarını hələ. Anlayıram.
Yəni bu insanlar gör bizdə neçə əsr qabaq 1938-də olub. Bu insanlar bizdən nə qədər qabaqda. Niyə də olmasın ki Ərəb xilafətində bir ağıllı adam olmasın? Ərəb xilafəti hardadır? Ərəbistanda yəni də orada ağıllı adam olub bir Quran yaza bilməzdimi? Bir dənə ayə yaza bilməzdimi? Zaten hədislərin çoxusu 300 il sonra yazılıb. Yazıblar da zaten. Yazıblar, amma nə olsun ki, bu günləri ələm var idi bir neçə il bundan əvvəl. Düşürdülər rayonlarda, gəzirdilər, nəzir yığırdılar, fırıldaqçı mollalar. Doğrudurmu? Yığırdılar da. Necə yığışdırıldı? İspat elədilər ki, bu yalancıdır, fırıldaqçı mollanın işidir. Zincir döyməyi vardı, nə bilim, başına xəncərlə vurub yaran var idi. Göstərdilər ki, bu yalandır, Quranda yoxdur. Tədricən bu şeyləri əlbəttə göstərmək lazımdır. Amma hərənin öz işindədir də, kimsə kiməsə deyənməz ki, məcburən sən İslamda qalmalısan və yaxud da məcburən İslamdan çıxmalısan. Nə siz kiməsə demirsiniz bunu, nə də mən sizə deyənmərəm ki, siz gəlin Allahı tanıyın. Mən deyənmərəm bunu sizə. Nə də siz mənə deyənməz ki, Allah... Başka bir şey var mı? Təşəkkürlər, sağ ol. Sağ ol, sağ ol. Yoldaşlar, platformadan istifadə edənlər orada hər hansısa bir texniki xəta görsə dərhal geri dönüş eləsin, bizi aradan qaldırılsın da test müddətində düşsün platforma. Zamik buyur, xoş gəlmişsən. Mənə dəccal deyirlər. Belə çəksinlər, dəccal daha yaxşı olsun. Belə çəkin şu, belə çəkin. Şahin buyur, xoş gəlmişsən. Ay Şahin. Şahin Bey. Şahin Bey. Siz niye danışmırsınız? Siz gəlib kardeş. Bu arada yoldaşlar size bir kısa xırdaca məlumat vereyim. Bu şey. Platformaya hər qeydiyyatdan keçən adam dostluq atmaq məcburiyyətində falan deyil. Yəni belə bir prinsip yoxdur. Qeydiyyat keçən kimi birinci mənə dostluq atırsın. Buyur ay yoldaş, xoş gəlibsən. Teymurlu. Məleki. Tamam. Qardaş, bir məsələni dəqiqləşdirmək istəyirəm. Bu indi bu təkamül məsələsinə gəlmək istəyirəm. Deyirsən ki, hər şey təkamüldən yaranır. Aha. Bu din də onu deyir də, elə deyil. Din də deyir ki, Harda deyir? məsələn, insan nədən yaranıb? Torpaqdan. Dinə görə torpaqdan və Adəm. Ay sağ ol, Adəmi torpaqdan yaranıb. Torpaq da təkamül deyil. Təkamülün də ən əvvəli gəlir torpağa çıxır da, qardaş. Təkamülün əvvəli torpağa çıxır deyə bir şey hardan oxudun sən? Hardan tapdın? Mən çox maraqlıdır bu bilgini sən necə təyin edərsən? Deyirsən ki, nəsə molekullar, nə bilim, elementlər yaranır, sonra təkamül insan gəlib yaranır da, düz deyil? Bunlar da hamısı torpaqdan ilk, onlar da torpaqda olur da, qardaş. Həminsən. Allah, nədə olur, havada olur. Sən mənə görüm silisyum oksid də var torpaqda. İnsanda niyə yoxdur doğuşda? Qardaş, o terminlər demə də. Biz indi elementar... Bizim termin dölü elementdir, bu bir. Elementdir, bu bir. İkincisi, sən molekulyar biyologiyadan elementar dilindən danışa bilməzsən, bu iki. Üçüncüsü, sən izah edə bilirsən ki, Adəmlə Həvvanın uşaqları kimlə çoxaldı və bu bacı qardaşdan necə oldu ki, bu qədər genetik fərqliliklər əldə edildi? Onu da deyə bilərəm. Quranda hər şey ilkdən yaranıb da, ilklərdən söhbət gedir də. Məsələn, ilk bu olub. O Quranda da yazılmayıb ki, məsələn, Adəmdən başqa Allah Taala başqa da kimlərisə yaratmayıb. O ilki göstərir ki, məsələn, ilk Adəmi yaratdım. Ondan sonra da məsələn qara dərili yaratdı, ağ dərili yaratdı, gözləri qıyıq yaratdı. Bunları hamısını o xırdalıqları Sən Quran oxumusan qardaş? Oxumuşam, ancaq etsən belə deyim sənə. Dəqiq yadımda deyil. Nisa surəsi 1-ci ayədir ki, biz ey insanlar, sizi tək bir nəfsdən xəlq edən Adəmdən yəni. Ondan zövcəsini yaradan, onlardan bir çox kişi və qadın törədən Allahınızdan qorxun. Sən mənə de görüm. Adəmdən zövcəsini yaratdı ki, nətə yaratdığı məlum deyil. İzah yoxdur. İndi denən görün, bu Habillə Qabildə, Qabil də Habil öldürür. Geriyə qalırlar bunlar 3 nəfər. Qabil, Adəm, Həvva. Kim kimdən evləndi? Yoxdur, mən də onu deyirəm də. O ilklərdən söhbət gedir də. Onlar qardaşlar qaldı. Onlardan da fərqlilərini yaradıb da, qardaş. Harda yazılıb? Aziyada məsələn onu yaradıb, Afrikada filan. O harda yazılıb ya, harda yazılıb? Sən keyfivə görə adam düzəldənməzsən axı. O bir dənə kitabda o qədər şey, bütün şeyləri yazıb qurtarmaq mümkün deyil. Nətər olur ki, 4 arvad almaq yazmaq olur, amma ən kritik bir şey yazmaq olmur. Yox, bilsən,
Bu Məhəmməd peyğəmbərə gəlib də Quran düzdür. O Allah Taala onu molekulyar, nə bilim, kimya elementlərini onu yazıb göstərə bilməzdi də. Çünki Sən başa düşmə, nəyi göstərə bilərdi Muhammed peyğəmbərə? Onu göstərərdi ki, əmin qızı, dayın qızı, bibin qızı kimi gəldi ala bilərsən. Bax, indi elə o təkamülə də gəlirəm də. Bax, təkamül, əxlaqın da təkamülü var da. Məsələn, o bizim eradan əvvəl daşlarda yaşayıblar, nə bilim, o vaxtı da qacı, bacı, qardaş bilməyiblər də. Ondan sonra da mədəniyyət təkamülləşib gəlib. Məsələn, 4-cü əsrə çıxıb, məsələn, Məhəmməd peyğəmbərin dövrünə. O vaxtı məsələn icazə verirdilər 9 yaşında. Məsələn, indi sən tez-tez deyirsən ki, nədir o 9 yaşında bizim üçün indi çox vəhşi görsənir də. Sən əminsən ki, bir 100 ildən sonra indi məsələn 18 yaşındadır da evlilik. İndiki dövr vəhşi kimi görsənməyəcək. O vaxtda da təkamül gedəcək də qardaş. Biologiya var axı kişi əlimizdə. Sən oxumadığın, maraqlanmadığın. Bəs o gün deyirik ki, yox, biologiya oxumuşam. Düzdür, bir 20-30 il qabaq oxumuşam. Məsələn, o gün bir sizin verilişdə dedilər ki, məsələn, Atatürk 15 yaşına gətirib çıxardı bu da, deyəsən. Xeyr, 18 yaşına. 2 mərhələdə 18 yaşına qədər gətirib çıxardı. Ola bilər də. İndi demək istəyirəm ki, əxlaq da təkamül dövrünü yaşayır da. Əxlaq da get-gedə hisslər, nə bilim, onlar da yaranır. Bəs Allahın qanunları təkamül eləyir. Başa düşmədim. Kitabda konkret hökmlər var axı. Onlar sabit deyil, yoxsa onlar da dəyişilə bilər. Yox, kitabda düzdür. Kitabda çox belə bizim başa düşmədim. Məsələn, mənim başa düşmədiyim çox şeylər var da. Mən yalan deyirəm. Anlamadın. Sən sualı daha da detallı verim. Deyirəm ki, deyirsən ki, əxlaq təkamül eləyir. Bu o demək ki, əxlaq obyektiv deyil, dəyişilən bir şeydir. Davamlı dəyişilir. Bəli. Ona razısan da sən deyərdin ki, mən razıyam. Davamlı dəyişilən bir şey obyektiv ola bilər. yox. Onda Quranın hökmləri avtomatik düşür axı. Mən Quranı demirəm də. Quranda o sən dediyin amillər var. Mən onları xırdalıqlarına gedəm. Bir-iki dənəsini mən başa düşdüyümə qədər mən sənə prosta demək istədim ki, məsələn, torpaq o Allah Taala başqa cür insana başa sala bilməzdi. Məhəmməd peyğəmbərin birinci özünə başa salıb ki, sən ona ferium, nə bilim, magnezium onları başa sala Nəyi başa salıb əzizim? O deyib ki, məsələn, insan necə yaranıb, o da ona belə baxıb ora-bura, deyib ki, bax torpaqdan yaratdım. Torpaqda da hər şey var. Nə var hər şey? Mən torpaqda olan hər şey insanda yoxdur axı. Zəng gəldi. Bax ona görə demək istəyirəm ki, onları da qoyuram kənara. Bir fizik dostum var idi, ona bir sualı vermək istəyirəm. Bir də keçən dəfə o məmələrlə bağlı bir şey dedin. Bu nə dini qoydum kənara da. Belə elm nə üçün deyir? Bu kişilərdə nə üçün var o? 4-6-cı həftəyə qədər kişi cinsində inkişaf eləmir axı embrion. Qadın cinsində inkişaf eləyir və birdən-birə də dayanır. Çünki onu mən deaktivasiya prosesinə, genetik deaktivasiyadan sonra dayanır. Dindarlar da onun cavabını verə bilmir. Ona görə bax, heç niyə biz cavabını veririk də? Deyirəm ki, uşaq ana bətnində, embrion ana bətnində 4-6-cı həftəyə qədər dişi olaraq inkişaf eləyir. Ola bilər. Bir də fizika ilə bağlı bir sualım var. Onu da verim sənə. Onunla belə biraz maraqlı sualdır. Məsələn, maşında gedirsən trasla. Düzdür, 100 ilə gedir. Düzdür. Sən nə aparır? Maşının qüvvəsi aparır da, mühərrik aparır. Düzdür, sidenda oturmusan. Bir dənə də milçək oturub yanında da, məsələn, sidenda oturacaqda. O gedir. Onu da maşın aparır. O durub uçanda maşının içində. Onu nə aparır? İçində ola-ola. O 100 ilə uça bilmir axı, düzdür. Maşının içində olanda maşının iç atmosferi və iç basıncı aparır da onu. İç atmosferi o qədər gücü yoxdur axı, hiss olunmaz axı. Məsələn, pəncərə açılsa qalacaq bayırda, düzdür? Nə açılsın? Məsələn, pəncərə açılsa, milçək bayıra çıxsa, qalacaq arxada, 100-dən qalacaq arxada. Ancaq içəridə o havada uçur. Necə olur? İçəridə dediyənə də, içəriyin havası da gedir axı. Ona heç bir təzyiq olmur axı, öz gücü ilə elə bir ki, maşının içində 100 ilə uçur da, o belə çıxır. 100 ilə uçur yox, səninlə bir yerdə gedir də bu əzizim. Səninlə bir yerdə. Məni maşın aparır, məni sidena aparır, başa düşsən, maşının mühərriki aparır, çünki oturmuşam orada. Ay yoldaş, içəridə o sirkulizasiya deyirlər, içində deyirlər ona səhv eləmirəmsə. Hava dövriyyəsi. Hava dövriyyəsi yoxdur, güclü. Zaten pəncərəni açsan uçub gedəcək o. Sorulacaq. Əgər pəncərələr bağlıdırsa, bir dövriyyə, hava giriş-çıxış dövriyyəsi yüksək təzyiqdə yoxdursa, o daxili basınçdır zaten və daxili basınçda sənlə bir yerdə gedir də o. Maşınla bir yerdə. Başa düşürsən?
Yox, o biraz nəsə qaranlıq qalır, qardaş. Hava Nəysə, axını, bu- hə, hava axını. Hava axını bəlkə də, ancaq o biraz müəmmalı bir şeydir. Sonda bir şey. Dəhşət müəmmalı bir şeydir. Ha? Çox müəmmalı. Dəhşət müəmmalı. Çox dəhşət müəmmalı bir şeydir. Yo, cavabını verəmədim də hava axını. Bir şey demək istəyirəm. Sonda da. Cavabım Məsələn, verdim, səni anlamadın. Yox, bir elə demə. Gəl bir şey də deyim də sonda da bu hisslərlə bağlı. Yaxşı, bu sən indi deyirsən ki, hər şey qanunla eləmək lazımdır, dövlətçiliklə. Mən bunu gözəl başa düşürəm. Sən düz deyirsən. Ancaq iki məsələ var ki, din qanunla birləşib də. Məsələn, bayramlar var ki, məsələn, Qurban bayramı biz qeyd eləyirik. O din bayramı məsələn qanunlaşdırılıb. Məsələn, şəhid statusunun özü məsələn şəhiddə dindən gəlir, o da qanunlaşıb. Sən indi bunları deyirsən, axı onda elə ki, qanuna da zidd etmiş olursan. Qanuna zidd etmiş oluram. Yəni deyirsən ki, məsələn Qurban bayramı yoxdur. Məsələn şəhidlik statusu yoxdur. Ancaq şəhid deyirsən. Birinci şəhidlik statusunu dövlət verir. Bu bir. İkincisi, sən qanuna qarşı getdiyim demək izah elədi necə getdiyimi. Çünki dövlət şəhid statusu verəndə dinindən, mənsubiyyətindən soruşmur. Dini mənsubiyyəti əsas götürmür. İzah eləyə bilərsən sən mənə? Şəhidlik dindən gəlmir. Bax qardaşım, hansı dindən gəlir? İslam dinində başqalarında bilmirəm. Bəs xristian şəhidlərimiz var axı bizim. Yahudi şəhidimiz var, xristian şəhidimiz var, ateist şəhidimiz var, agnostik şəhidimiz var. Nətər olur? Yox, mən onu demək istəmirəm. Dindən olan termindir də, bu qanunla birləşdirilib də, düzdür. İndi bax, Azərbaycan dilinə Filologiya kafedrasında, Dilçilik İnstitutunda salam da keçib Azərbaycan dilinə. Salam da sizin dindən və ya ərəbcədən gələn bir termindir. Bu o deməkdir ki, dinə inanmırıq, yəni termini istifadə eləməyək. Bizdən bir çox ərəbcəyə keçib, ərəbcədən bir çox bizə keçib. Bu bir dil məsələsidir. Başa düşürsən? Yox, dil deyil, biraz İslama aiddir. Bir Mustafavi deyə bilmirsənsə, sənə sağ ollaşaq. Amma rica edirəm Mustafavi deyənə nə demək istəyirsən? Çünki mən sənə yetərincə izah edəcəyimi düşünürəm. Yox da mən onu demək istədim ki, deyirsən din yoxdursa, bu dinlər elə ki qanunlaşdırılıb da, dinin bir çox məqamları, məsələn elə xristianlığın özünün də məsələn yeni il indi düzdür İsa peyğəmbərin doğulması ilədir. O da qanunlaşdırılıb. Yeni il İsa peyğəmbərinin doğulması ilədir. Əsas odur da. 25 dekabrda doğulub axı İsa. Ya biri deyir 13 yanvarda doğulub, fərqli zamanlarda, ancaq ortalama 1 yanvarı götürüblər də indi. Nəyi götürüblər? 31 dekabr. Bax, Milad bayramı dediyin şey cəmaət 25 dekabr da qeyd edir. 31 dekabr təqvim dəyişməsi, yəni yeni il bayramıdır. Və İsa ilə əlaqəli bir şey deyil. İkincisi, bu təqvim dəyişməsi ilə bağlı, yeni bir il gəlməsi ilə bağlı bayram və bu çam ağacı dedikləri şam ağacı zaten Türk törəsində olan bir anlayış idi. Ta Şümerlərə qədər gedir çıxır. Fərqindəsən mənim qardaş? Yox, mən də onu eşitmişəm ki, elə Şaxta baba elə Türkiyədən belə gəlib. Türk mitolojisində xüsusi yeri var onun. Şaxta baba elə ondandır. Yox, mən onu bildirmək istəyirdim ki, bu dinlə bağlı, qanunların dinlə bağlılıqları var. Onu da biraz inkar eləmək də olmaz. Aha, buyur. Hə. Sonda bir məsələni demək istəyirəm ki, hissiyatlarla bağlı da. Məsələn, qardaş, bu şəhidlərlə məsələn bağlı, o məsələni bayaq dedim. Bu bizim indi şəhid ailələri var da. Onların indi şükür Allaha, Allah Taala şəhidlərimiz Allah onların yerini cənnəti eləyir də. Orada problem deyil. Mən onu qeyd eləmək istəyirəm ki, onların təsəlliləri məsələn öz o şəhid balaların cənnətə düşmələridir də. İndi sən onlara deyirsən, onlara biraz sənə elə gəlmir ki, məsələn onların son ümidləri məsələn itiriblər də yaxınlarını. Onlara biraz pis təsir eləyə bilər. Mənə bax, motivasiya və ümid sadəcə dini konseptə bağlıdırsa, 41-45-də kim nə uğrunda döyüşürdü? O vaxtı da mən Stalin uğrundaydı da əsas. Stalin cihad fətvası vermişdi. Yoxsa bilmədiyim bir fətva mollası var idi Hər Stalin. zamanlı ideologiyası var da. İndi ancaq bu İdeologiyanı anladım. Mənə denən görüm Stalin cihad fətvası vermişdi. Yoxsa bilmədiyim bir şey var idi. Mədrəsəsi, nə bilmədiyim bir dini nümayəndə. indiki cihadla birdir demək olar ki. Hardan bildik ki, birləşmir axı. Allah yolunda əmr verdiyini mən xatırlamıram. Ya da elə bir mətn oxumamışam Stalinin.
Yox, eləncə verməyib. Mən deməmişəm Allah yolunda. O vaxt ki Amma əmir, dinin o vaxt amma din də deyir ki, Allah yolunda öldürülənlər şəhiddir. Onlar yəni diri ölü deməyin onlara diridirlər. İndi sən mənə de görüm Stalin Allah yolunda şeylə nazilərlə döyüşürdü. yox, vətən yolunda demişdi. Onda mənə denən görüm bu 41-45-də həlak olmuş vətəndaşlarımız şəhid statusuna tər olur, ala bilirlər. Şəhid ailəsi statusu belə ala bilirlər. Mən onu eşitməmişəm, yalan deyirəm. O 41-45-i şəhid stanını bilmir. Yalan deyirəm. Nəysə. Niyə şəhidlər xiyabanında dəfn olunur bir çoxu? Yox, yəqin ki o dövlətin özünün bir siyasətidir də, beləncə olmalı. Ayıp. Mən də sənə tam olaraq bunu deyirəm ki, bu statusu dövlət verir və bunu dövlət verəndə statusu, bunu tənzimləyən mexanizma Azərbaycan Respublikasının konstitusiyasıdır və bunun bəlli bir kriteriyaları var. Hansı hallarda verilir? Bu halların və kriteriyaların içində dini mənsubiyyət falan yoxdur. Anlayırsan? Düzdür, qardaş, mən fikirlərimə Hətta milli mənsubiyyət belə yoxdur. Azərbaycan Respublikası vətəndaşı olması və bu ölkə uğrunda, ərazi bütövlüyü uğrunda döyüşməsi yetərlidir. İngiliz də ola bilər, Rus da ola bilər, Fransız da ola bilər, amma Azərbaycan vətəndaşıdır və vətəndaş borcunu yerinə yetirərkən həlak olan. Başa düşürsən? Başqa bir şey yoxdur ki. Yox. Sağ ol, uğurlar sizə. Sən də sağ ol. 085 buyur. Ay 085 qardaş buyur. Axşamın xeyir. Elə bayaq cavablandırdığı sualı verəcəydim. Yəni şəhid statusunun din və dövlət arasındakı fərqini, məsələn, dinimizdə, yəni birinci İslamda şəhidlik Aha. Danış da qardaş. Ay yoldaş. üzrlü say səs getdi. Deməli, şəhidliyin məsələn İslamda bir neçə aspekti var da. Məsələn, vətən uğrunda döyüşən, odda yanan, suda batan bu cür aspektlərdən Qarnı ağrıyan. Yox, mən demirəm, yəni hamısı düzdür ya səhvdir. Mən sadəcə dinin verdiyi statusu deyirəm ki, məsələn, odda yananı deyir, suda batanı, vətən uğrunda şəhid olanı, bunlar dinin verdiyi aspektdən şəhid statusudur. İndi bayaq sən də elə dedin ki, yəni dövlətin, yəni uğrunda şəhid olan şəxslər qanun çərçivəsində şəhid statusu alır. Yəni mən bu sualı verəcəydim, o da cavab verildi. Aha. Semiçka deyən kimdir? Həkim. Bəli. Semiçka olmaz axı. Okey. Ziyanlıdır, ziyanlı. Nə fərəməzsin. Mən gözlüyüm yoxsa danışım? Siz danışın Heç nə da yox qardaş, mən bəlkə. sualımın cavabını zaten dediyim kimi qabaqcadan almışdım. Yəni verməyə də ehtiyac yox idi. Sadəcə bura çıxdığıma görə yəni təkrar elədim. Yəni sağ olun, gecəniz xeyrə. Xeyrə qarşılayın, sağ olasın. Həkim buyurun, xoş gəlibsiz. Axşamınız xeyir. Axşamınız xeyir. Bir ay bundan qabaq bir dəfə söhbət eləmişdik. Nə ilə bağlı? Adenin Uratsel Guanin yadınızdadır. Aha. Debat eləmək fikrində deyiləm, amma bir sualım var. Buyurun. 2012-ci il Peter Higgs bozonun kəşfi. Higgs bozonu, ha? Aha. Buna niyə Allahın hissəsi deyirdilər? Dəyişdirdilər də zaten adını. Tanrı parçacığını deyirsiniz də. Aha, Tanrı parçacığı. Ha, dəyişdirdilər də zaten adını. Amma bugünə qədər də şəbəkədə, hər bir yerdə daha çox bu adla məşhurda bozonun kəşfi belə bir şeyə gətirib çıxartdı da. Düşüncəyə gətirib. Anladım. Bozondur da, Tanrı deyildir. Yox, Tanrı deyil. Yox, Tanrı deyil, onu bilirəm. Yox, bugün bu dəqiqə orada deyiləm. Yəni ki, o müddətdən üzü bir yana ki, axırıncı dəfə adının Uratsel Guanin haqqında söhbət eləmişdik. Bir qədər daha çox o sahəyə belə deyiləm, endim ki, görəsən burada daha nələr var. Və bu bozonun kəşfinin, bu singulyarlıqdan, böyük partlayışdan sonraki vəziyyətdə
Bozonun kəşfi nə verdi fizika elminə də? Higgs prinsipi etibarən bozonu kağız üzərində kəşf edilmişdi də. Müəyyən riyazi hesablamalar nəticəsində belə fikrə gəlmişdi ki, nəsə bir şey var ki, hansısa bir sahə var və o sahə elementar hissəciklərə kütlə verir. Aha. Okey. Sizdə elə bir fikir yoxdur ki, bax o deyirlər ki, müsəlmanların deyir bir söz var, Quranı bilənlərin deyir bir söz ki, Allah dedi ol və oldu. Aha. Qeyri-materialist dünyanın materiyaya keçməsinin izah eləyir bu, yoxsa necə? Qeyri-materialist bir dünya deyil axı Higgs bozonları. Gözəl insan. Çünki maddə daxilində, materiya daxilində bir fəaliyyətdir. Bəli, real bir şeydir. Çünki təsirləri net bir şəkildə ölçülə bilir. Bütün böyük partlayışdan sonra bütün elementar hissəciklər belə deyil, galaktikada o yana belə işıq sürəti ilə sıçrayırlar və heç cürə bir-birindən birləşə bilmirdilər. Bozon sahəsinin polibozonla da belə deyil də, daha doğrusu polihigsa belə bir bozon siropunun varlığını ortalığa çıxartdı ki, harda ki onlar bir qədər tormozlanır, ilişir qalır və onun nəticəsində kütləsi olur. Biz toxunmadığımız şeyə, toxuna bilmədiyimiz bir şeyə toxuna bilirik. Materiya belə əmələ gəlir. Bax, belə deyil, həmin dövr üçün Allaha inanan, Tanrının varlığını qəbul edən fiziklər, bir qism fiziklər, misal üçün Francis Crick, o donmuş hadisə nəzəriyyəsinin müəllifi və yaxud da ki, idarə olunan təkamül nəzəriyyələrini dəstəkləyənlər belə bir fikrə gəlir, çıxmışdılar. Çevik nə fikirləşir bu haqda? İdarə olunan təkamül yoxdur və onu dəstəkləyənlərlə mən eyni fikirdə ola bilmərəm. Qaldı ki, digər məsələ bu Higgs bozonunun olması bir tanrı olduğu anlamına gəlmir. Ona tanrı parçacıqları deməklər, onun budundan bitişə götürüb baxdıqları anlamına da gəlmir. Yəni bu da var mı? Yəni maddə və materiya daxilindəki bir tanrı konseptinə də uyğun gəlmir. Yəni bunun bir tərif anlayışı var. Zamandan və məkandan münezzeh və ya fərqli metafizik kimi. Metafizik bir şey zaten təsbit olunmamalıdır. Oluna bilən bir yöntəmi də bilinmir yoxdur. İndi gəldik digər bir məsələyə. Söhbət hansı tanrının hansı parçasından gedir? Var mı bir nəticə? Yox. Bax, okey. Hamısını qoyuram bir qırağa və belə bir dənə sual verim. Bu ərəfədə, bu məqamda belə bir sual verim ki, Higgs nədir? Nəyi kəşf elədi? Maddənin fəaliyyəti. 4 qüvvətlə izah oluna bilməyən, ya bilirsiniz də 4 qüvvətlə izah olunur. Bütün fiziki modellərimiz. Tam razıyam. 4 qüvvətlə izah oluna bilməyən bir neçə şey əslində izah eləyir. Amma tam olaraq da deyil. Çünki o hələ araşdırılır. Amma bax o gravitonlardan başqa, gravitonları qoyuruq bir qırağa. Graviton biz deyirik ona. Gravitonu hələ tam olaraq kəşf eləməmişik biz. Amma təsirlərini bilirik. Yox, yəni onun haqqında müəyyən bir nəzəriyyə var, hansı ki hələ ortalığa çıxmayıb. Onunla razıyam. Təbii ki var. Amma Təbii ki var. Higgs'in bozonu və o Higgs sahəsi deyilən bir şey. Bu bax bizim bəşəriyyətdə nəyi elədi? Higgs nəyə görə belə deyək də məşhur cahan oldu? Fiziklərin içində. Niyə məşhur cahan oldu? Aha. Dedim axı materiyanın içində, maddənin içində bilməkdən sonra 4 qüvvətlə izah oluna bilməyən kütlə çəkimin backgroundunda nəyin ola biləcəyi. Çünki biz hesab kitab, biz yox, daha doğrusu fiziklər hesab kitabda nəyi ortaya qoyur? Bu maddənin, bilinən maddənin antikaranlıq maddəsi %85 səhv eləmirəmsə civarında antimaddə olmalıdır. Amma nə o tapıla bilmir, nə onun bilgisi yoxdur. Yox, niyə ki antimaddəni aldılar da? O antimaddə deyil, mən qaranlıq maddə deyim, qaranlıq enerjini deyirəm. Yox, qaranlıq maddə qalaktikalar arasında olan sıxlığı dolduran maddədən danışırsınız. Təyin oluna bilib, təyin oluna bilməyib axı, təyin oluna bilməyib tam olaraq detallı şəkildə. Siz qaranlıq maddəni deyirsiniz, antimaddəni deyirsiniz, antimaddə söründə də minimal səviyyədə istehsal olunur zaten. Qoş deyəndə kimi qoş. Təxminən bir 3 trilyon dollara yaxında bir qiyməti var. Bəs bu belə deyək də Higgs'in düşüncəsini davam elətdirən Stephen Hawking'in o gəl tipa zamanı arxaya fırladaq, gəlib bir nöqtəyə çatsın da Big Bang baş versin. Yox da xüsusi.
Başa düşdüm ya yoldaş. Bu mövzuna hara bağlamaq istəyirsən, onu anlamaq istəyirsən. İstək yoxdur qardaşım. Hara bağlamaq istəyirsən, istəyət sonra. Hə. Mövzunu Allah dedi ol və oldu yerinə paralel çəkmək istəyirəm. Hansı Yəni- Allah dedi ol? Hə? Harda hansı Allah dedi? Ну, belə deyək də, həmən o deyilən fövqəl təbii načala, başlanğıc. Mənə bax, bəs o sistemin içindədir yoxsa çölündə, yəni kainatdan çöldədir yoxsa içəridə? Güman bilirdim bu söz gələcək. Hazır idim bunu. Təbii ki. Bizim düşündüyümüz, o fiziklərin düşündüyü kimi sistemin içində. Ha. Sistemin içindəsə biz niyə tapa bilmirik onu ya da izləri hardadır? Ben indi orada bax o həmən o načala səviyyəsində başlanğıc. Bu Gəlirsən deyirsən ki Higgs bozonu budur, eləmi? Bilirəm ki absurda gəlib çıxacağıq bu söhbətin. Çıxırıq da zaten çünki Higgs bozonudur, tanrı değildir. Yox, tanrı deyil bir mənalı şəkildə. Amma maddəyə Türkün məsələ kütləni verən odur. Tamam da bu da standart bir şey o bilirik. atom altı parçacıqdır. Bir mənalı şəkildə. Atom altı bir zərrədir. Yəni digərləri ilə çox da sensasional üstünlüyü ya da dezavantajı yoxdur axı. Son kez bir xətt olaraq bir söz keçən dəfə deyəcəydim. Uşaqlar gəldilər, yığışdılar, biraz məni batqıladılar deyənə o sözüm qaldı. Nə demək istəyirdim? Mənim o doktor dostum burdadır yoxsa bilmirəm. Hansı ki tibbdə oxuyur. Deyəsən adı Azər idi. Yox, İsa. Çalışdılar ya deyəcəyim nə idi? Bax, həmən o adının asil guanin səviyyəsindən, stat kodun səviyyəsindən başlanğıc var, son da var. İndi okey olsun, biri Allah deyəcək. Biri təkamül deyəcək. Yəni siz deyirsiniz ki 64'lük kodonu da şey yazıb, Tanrı. Bu nə deyir? O 64 dövrə o adının RNK-nın Türkün məsələ əmələ gəlməsindəki olan o metianini start kodonları deyirsiniz, start kodonları. Hə, o yox, RNK üçün bir dənədir, Çevik. RNK üçün o bir dənədir. Və keçən dəfə bu bir xanım da gəldi mənə baskıladılar ikisi bir yerdə bu. Xanım yəni bioloqdur da o. Bildiyim bioloqdur. Doktor dostumla bir yerdə fikrimi axıra çatdıra bilmədim. Deyəcəyim söz bu idi ki, RNK zəncirindəki bax ixtiyari bir şey belə deyək də bax istəyir qurbağa, delfin, insan. Hardakı zülal var da onun hamısının hansı səbəbdən ilk belə deyək də açarı bu 3 nukleotidlə, tripletlə başlayır. Avantaj bu seçilim də axı. Bunun sintezlənə bildiyini, yəni yapay şəkildə sintezlənə bildiyini bilirsiniz ümumiyyətlə siz? Bilirəm və o sizin dediyiniz entropiyalarla əlaqədardır. Yox, entropiya ilə falan əlaqədar deyil. DNA və RNA alternativ o qədər model sintezlənə bilir ki. Yox, onu belə izah edirlər ki, cürbəcür tripletlər başlanğıcda olub, guanin, uratil. Tamam fərqli şeylər də ola bilər də. Ən az enerji sərf eləyib çox nəticə alanı AUG olub, adenin, uratil, guanin olub deyibən, RNK-nın başlanğıcı bu 3 nukleotidlə şifrələnir. Tamam, bu bir seçilim deyil ki. Özünüz öz dilinizlə seçilim deyirsiniz axı. Bəli, o seçilib, amma səbəb o həmən o entropiyan qanunlarıdır. Enerjinin saxlanması. Entropiyan qanunu da əhsən, möhtəşəm. Elə gəldi bir dənə fiziki, bir dənə şeyə, kosmoloji təkamülə, düşür aşağı biyoloji təkamülə. Və burada bir tanrı müdaxiləsini orada görürsünüz. Allah onun önünü tiksin. Hər nəfəsdə edirlər, Allah rəhmət eləsin ona. Amma hər bir vəziyyətdə Hawking bura gətirib çıxardırdı. Çıxartdı da zaten, işlək bir mexanizmadır da bu. İndi mənim də dediyim budur ki, bax, müsəlmanlar bunu deyir Allah. Hristiyanlar deyir, in nomine Patris et Filius, bunu bilirsiniz. Yox, elə demədi. Deyirlər, in nomine Patris Sancti Filii Spiritus. Amin. Və nəhayət etibarıyla dünyanın bütün dillərində bir dənə söz var ki, tərcümə olunmur da, eyni qaydada səslənir, o da amin sözdür. Amandır, ha. Can qaqaş bəs deyil işində. Nə deyirəm, orijinal kökünü deyirəm də, amon. Okey.
Amma hər bir vəziyyətdə çevik ateist olaraq mən Aqil Axundov, bilmirəm orada adım düşür yoxsa düşmür. Düşür. Okey, minnətdaram. Mən Aqil misal üçün deist olaraq, digər biri İUC olaraq, digər biri xristian olaraq eyni bir yolu gedir. Amma bu günlərim çevik sadəcə olaraq belə deyə də prinsipə düşüb və öz dediklərini izah eləməyə çalışır. Prinsip etibarında bu çox kifayət qədər çox müsbət bir şeydir. Mən 99% dəstəkləyirəm onu. İndi hərdən birdən bazon da oxuyursan da. Əzim, bax nə pisdir. Sizin gəlib burada adenindən, kuanindən danışacaq başqa adam var məndən başqa. Kimlə danışasınız ki, gəlib? Mən öz dəstəmin içərisində... Bax nə pisdir ki? Yo. Mən bunu ancaq dəstəkləyirəm. Çevik, bir ay bundan qabaq, belə demək mümkünsə səbəb oldu ki, hətta bəlkə də ilk səbəb oldu ki, biraz terapiyan sözlərini qoydum qırağa, elimin şeylərini qoydum qırağa və başladım, getdim çıxdım bazona qədər də, Adron Kollaydərına qədər getdim çıxdım ki, təzədən bir də baxım. Buna mən ancaq müsbət fikir bildirirəm, heç bir problem yox. Siz keçən ay gələndə müsəlman idiniz? Yox, deyil. Mən belə demək mümkünsə, ilk dəfə adını Uraçıl Guanini oxuyub görəndə və bunun hər bir məqamda təsdiq olunduğunu görəndə mən başa düşdüm ki, başlanğıc, o Dan Brown'un bir kitabı var, mən oxumusunuz yoxsa yox? Yox, Dan Brown oxumuram. Dan Brown'un başlanğıcını oxuyun, fikirləşəcəksiniz ki, onu siz yazmısınız. Oxuyaram amma. Təşəkkür edirəm, oxuyaram. Təşəkkür edirəm. Minnətdaram əzizim, çox xoş idi. Həm ağlımla söz söyləmək. Sağ olsun. Təşəkkürlər, sağ olun. Sağ olun. Axşamınız xeyir olsun. Axşamınız xeyir bəy, xoş gəldiniz. Hoş geldin. Zadvalara bir sual verim. Buyurun. Sevik Bey, mən siz deyirəm, sizin Tanrının olmadığınızı qəbul edirsiniz. Yəni, siz Tanrının olmadığını iddia edirsiniz. Mən bunu bəyənmirəm açığı, amma sizin elminiz, savadınız mənə çox xoşdur. Yəni, həqiqətən çox elmi savadlı danışırsınız. Bəli. Mən sizdən qısa bir sual vermək istəyirəm. Buyur. Mən özüm neytralda qalan bir adamım da, yəni dinlə bağlı, Allahın var olmağına, yoxluğuna dair də belə bir şey. Prosto mənə bir iddia gətirə bilərsiniz ki, Allah həqiqətən var yoxsa yox. Ki, mən öz mövqeyimi tapımda bilsən necə. Prosto savadlı bir insan olduğunuz üçün qoşuldum ki, özlərim. Varlığına dair yetərli dəlil yoxdur. Aha. Digər bir məsələ, Tanrı məsələsi özü izah edə bilən bir məsələdir. Heç bir şeydə izah eləmir. Əksinə, kainatın varlığını fiziki modellər, insan varlığını da bioloji modellər izah eləyir. Elə bu qədər. Bəli. Bunu zaten bilirik də, yəni bunu çox ateistlər deyir. Prosto siz o ateistlərdən daha yüksək elmli olaraq nə deyə bilərsiniz buna bağlı? Sən buna məruz qalmaq istəməzsən, dostum. Hansı Allahdan söhbət gedir, atributları, tərifi, mənası, hamısını təqdim edəndən sonra buna qərar versə olarmı? Qısa bir tam bilsəniz elə bir şey məni ikna eləyəcək də Türkçə demişəm. Belə bir nə deyə bilərsiniz? İkna eləyəcəm sən o hansı Allahdan danışırıq onu bir dənə dinən. Ümumiyyətlə bu müsəlmanlıq. Müsəlmanlığın Allahın baldırı var. Mənə baldır olan bir şey necə metafizik olduğunu, zamandan məkandan münezzeh olduğunu deyin. Zəhmət olmasa müsəlmanlığın Allahında, İslamın Allahında əl-ayaq var. Mən əl olan bir şey necə sistem daxilində yox, xaricində olduğunu, fövqəl-təbii ya da metafizik olduğunu izah edin. Bu hardasa yazılıb Quranda? Hardasa yazılıb, bəli. Harda yazılıb? Quranda yazılıb. İki əlimlə yaratdım deyir. Və əhl-i sünnə xətti də deyir ki, həqiqətən əlləri var. Yəni bu dəlil ki, Allah yoxdur, yoxsa necə? Bu dəlil yox, sən dedin ki, mənə Allahın varlığı ya da yoxluğu ilə bağlı dəlillərdən danış. Mən də sənə dedim ki, hansı Allahın? Sən deyirsən İslamın Allahın. Birincisi sən özün öz argumentini çürütmüş oldun. İslamın özəl Allahı, Xristianlığın özəl Allahı, Yahudinin özəl Allahı varsa, çeşid Allah vardır. Onu qoyduq qırağa. İndi gəldi İslamın Allahına. İslamın Allahı daşıdığı qulaq asdı. İslamın Allahı daşıdığı atributlar səbəbilə öz içində zaten məntiq xətası ilə üzləşir. Məntiq xətasına məruz qalır. Ədalətliyəm deyir, ədalət anlayışı çürük çıxır. Rəhimliyəm deyir, rəhm anlayışı çürük çıxır. Anlayırsan? Nəyə görə? Ədalətliyəm deyir, Bəqərə surəsi 178-də günahsız bir adamın öldürülməsinə icazə verir.
Başa düşürsən? Sənə imtahan şansı verirəm, sənə azad iradə verirəm deyir. Amma Yasin surəsi 8-9-10-da deyir ki, başıma zincir keçirmişəm, sən iman eləyə bilməzsən. Yunus surəsi 99 ya da 100-dədir səhv eləmirəmsə deyir ki, Allah istəməsə kimsə iman eləyə bilməz. Əgər mən iman eləməyim Allaha bağlı bir şeydirsə, Allahın iradəsinə bağlı bir şeydirsə, sən məni ateist eləyib dalı ilə də cəhənnəmə göndərməməlisən. Azad iradə məsələsində söhbət düşür. Başa düşürsən mənim qardaşım? Yəni demək istəyirsən ki, qabaqcadan bizim zaten nə olacağımızı yazıbdı da, bu bilirdi. O zaman yazıbsa məni niyə cəhənnəmə atır? Hətta mən də onu deməyim. Bax, mənə də şübhəli qalanlar budur. Şübhəli qalan odur, elə biz də onu dedik də. Mən səninlə başqa işlə demədim ki. Başqa bir şey var qardaşım? Heç sağ ol. Çox. Sən də sağ ol. Orxan bəy, buyurun, xoş gəlmişsiniz. Salam şef, axşamınız xeyir olsun. Necəsiniz? Axşamınız xeyir. Xoş gördüm hər birinizi, xüsusilə də sizi. Hər şey Təşəkkür edirəm, var olasın əzizim. Çox sağ olun. Buyurun. Yaxşı olun, hər zaman əziz olun, var olun, xoşbəxt olun. Əzizim, bir neçə vaxtı baxıram. Aha. Diqqətim çəkdi sizin söhbətləriniz, xüsusilə də qısa metrajlı olaraq kəşfiyyata düşən videolarınızda da. Aha. Burada canlı yayımda aşağıda qeyd olunur, Allah yoxdur, üç nida, düzdür əzizim? Aha, bəli, düzdür. Aha, başa düşdüm. Bəs bir məsələ. Deməli sən Tanrı haqqında informasiyaya sahibsən. Yox, əgər İslamın tanrısı bilinməzdirsə, yenə də sən o bilinməz dediyin şey haqqında informasiyaya sahibsən. Ya sən informasiya bilmədiyin bir şeyi qoruyursan ehtiyat variant olaraq, nəyi bilmədiyini bilmirsən. Yəni tanrı varmı, yoxmu bilmirəm. Hansı tanrı varmı, yoxmu bilmirəm. O deməkdir bu. Nəyi bilmədiyini belə bilməmək bir mübahisə səbəbidir. Uji deməli belə çıxır ki, agnostik o bir söz var, deyir elə ki, nə şiş yansın, nə kebab. Deməli, o kebabı yanmağını istəmir. Şişin də yanmağını istəmir. Hardasa elədir, amma başqa altyapısı da var. Deyir ki, tanrı varsa da bilənməyəcək, yoxsa da bilənməyəcək. Mən də deyirəm ki, hansı tanrı? Yəni sulu çıxır da, yəni məsəl üçün 2 nəfər var. Mən də ateist olaraq sual verirəm, söhbət hansı tanrıdan gedir? Sən informasiya sahibi olmadığın bir şeyi, mənasını bilmədiyin bir şeyin ehtiyatını qoruya bilməzsən. Bir şey ya vardır, ya yoxdur. Yəni dəlil var ki, sən bunun yoxluğuna da, ya varlığına da cavab verə biləcəksən deyə ki, sən burada fikir irəli sürürsən, düzdür? Hə, irəli sürürəm. Bu 1-2-2-dəki məntiqin qanunları var burada işin içində. Aristo məntiqinin, klassik məntiqin məsəl üçün 3-cü qanunu var. 3-cü halın inkarı. Bir şey ya vardır, ya yoxdur. Ay, Target. Amma bir söz də var, deyir heç yoxdan yaxşıdır. Bu heç yoxdan yaxşıdır, nə deməkdir? Əzim qəpi-qəpi oynayırıq burada. Yox, sual verirəm də, yəni bilmək istəyirəm. Yəni varlığı mənə nə qatır ki? Hə. Nə qatır sənə? Var olma ehtimalı sənə nə qatır? O agnostizm haqqında bir şey demək istəyirəm. Orxan qardaş, bircə dəqiqə çox üzr istəyirəm. O qarantiyalama məsələsi daha çox deizmə aiddir. Agnostizm belə bilsən şpaqatda qalmış bir şeydir. Bəs mən də onu deyirəm, ay sağ ol. Yox, Nə demir, nə yox demir. Yox, bilirsən nətərdir? O qarantiya dediyin deizmə aiddir. Özünü yaradıcı ilə sığortalayır. Amma agnostizm həqiqətən də, yəni deizmdən də faciəvi bir düşüncədir ki, yəni elmi baxımdan, məntiqi baxımdan böyük bir xətadır ki, Çevik bəy bir qismini dedi, bir qismini də mən deyim. Baxın, əgər sən bir varlığın yoxluğunu və yaxud varlığını bilməyəcəyin haqqında bir fikir söyləyirsənsə, iddia edirsən ki, biz bunu heç vaxt bilə bilmərik. Demək ki, sən bu hardasa bu varlığı qəbul eləmiş olursan. Əgər sən bunu qəbul eləmiş olursansa ki, bunu biz bilə bilmərik sadəcə, bilməm, onun sənin qarşına çıxıb çıxmamağını da bilə bilməzsən. Bəlkə bir gün əgər bu tanrı qüdrətli bir varlıqdırsa, bir gün sənə özünü göstərə də bilər. Yəni sənin artıq öz fikrin özünü məntiqən çürüdür. Yəni bunu demək istəyirəm. Bəli, başa düşürəm. Agnostik əgər yoxdur deyirsə, onun birinci yoxdan əvvəl onun dəlilini hazırlayır, onun əsasını hazırlayır. Var da deyirsə, onun əsasını hazırlayır və xüsusilə də debata kimlə gedirsə, onun xüsusi olaraq suallarını, cavablarını ona udar, zərbə vuracaq yerləri hazırlayır və xüsusi olaraq da özünü düz çıxartmağa çalışır. Necə ki, digər bütün inancılar olsun, hamı ki, məsəl üçün ateist olsun, deist olsun, agnostik olsun, dindar olsun, hər kəs öz inancı uğrunda müəyyən əsasları gətirib onu düz çıxartmağa çalışırsa, hamısı da onun kimi. Amma agnostik ən faciəli bir şeydir, mən belə fikirləşirəm.
ən yaxşısı, yox, faciəvi zad deyil. Sadəcə öz məntiqini sürüdür. Elə ən yaxşısı ateizmdir ki, qardaş, yoxdur da. Yoxdur. Olsa ondan danışaram. Bildim, agnostik onda bayraqdır da. Nə yoxdur demir, nə var demir. Heç aslında qəbul eləmir. Niyə ora qədər getməyək də bayraq maraq? Elə çıxır da onda. Mən bilmərəm də orasını. Onda mən heç nə demirəm də. Bilmirsinizsə, cavab yoxdursa mən heç nə deyəmmərəm. Qardaş, cavab var, sizin bənzətmələrinizə qatılmaq istəmirəm. Yox, mən sizə sadəcə deyirəm ki, yəni bu kitabda, həmin temanın kitabını mən sifariş vermişəm, Türkiyədən göndəriblər, gəlibdir. O kitabı da oxumuşam. Yəni demək istəyirəm, oxumuşam deyəndə, yəni üzündən oxumuşam, bilmirəm məsələ. Qardaş, siz tutmadınız mənim fikrimi. Mən demək istəyirəm ki, razıyam sizlə, amma sizin kimi bənzətmə eləmirəm. Bayraqdır, nə bilim, iki üzlüdür, ya nə bilim nədir, falandır, filandır, belə şeylərə girmirəm. Başa düşdüm məsələlər. Heç nə. Gecəniz xeyrə qalsın, var olun. Vaxtınızı aldım şef. Çox sağ olun qadasın alın, var olun. Şef də lazım, çeydi, təşəkkürlər, sağ olasın. Mən şef deyirəm, elə şefsən ki, elə deyirəm. Sağ olasın, sağ olasın. Sağ ol. İradə xanım, buyurun, xoş gəlmişsiniz. Danışıq yoxdur. Şikar buyur, xoş gəlmişsiniz. Mir Cesari. Qəribə adlar qoyursun. Salam, axşamın xeyir. Axşamınız xeyir. Qardaş, Buyur mən qardaş, qısa səni danışacağam. Mən görürəm ki, sən söz qabiliyyətin, söz bagajın genişdir deyə haqlı, haqsız danışan Lüboynu sən manipulyasiya edib susturursan. Amma həqiqəti sən özün heç nəyi sübut eləyə bilmirsən. Mən bir dənə kitab oxumuşdum, Rus dilində idi kitab. Bəlkə də səhv deyərəm, bağışlayasınız. Deməli, adı belə idi ki, Religiya sozdal iz nauka. Din özü elmdən yaranıb. Necə yaranıb? Bunun canlısı ağzıma gələn deyərə. Necə yaranıb? Orada yazır ki, deməli, alimlər bütün kəşflərin üzərində işləyirlər. Axırda topikə dirənəndə, daha izah eləyəməyəndə, sübut eləyəməyəndə deyirlər ki, yaradıcı bir qüvvə var. Heylə gəlib alimlərin beynində formalaşır ki, yaradıcı qüvvə var, Allah var, bəli. Bir gündə Sokrat öz şagirdlərindən birinə deyir ki, sən savadından, hər şeyindən razıyam, amma bircə xüsusiyyətin var ki, sən Allaha inanmırsan, ondan nigaran gedirəm mən. Şagirdi də Sokrata deyir ki, Allahı görmədən nətər inanım, mən görmürəm onu. Müəllim də deyir ki, mən bütün şagirdlərimi çıxdaş eləyib, bir dənə səni saxlamışam, sağ ümidim var. Nəyə görə? Deyir, ağlıma görə. Deyir, mən səni ağlı görürəm, deyir, yox. Deyir, Allahı görmək yox, dərk eləmək lazımdır. Təbiətə, cəmiyyətə, dünyaya, planetə baxıb Allahı dərk eləmək lazımdır. Sən dərk eləyə bilmirsən. Nə vaxtsa dərk eləyəcəksən, onda da peşman olacaqsan, gec olacaq sənin üçün. Çıkan, bu danışdıqlarım çayxanada qəşəng pürəngi çayla gedər. Qəşəng gedər. Sağ elə gəlir də o. Yəni eşitmişəm də çox ləzzətli olur beləncə çayla. O bunu dedi, bu onu dedi, nə topikə dirəndilər, ay dedilər, nə bilim Allah. Sən özün də deyəsən çayxanada öyrənmisən, bunlarla mısın? Elə çıxmısan ora. Ay sağ ol, elədir. Təşəkkürlər. Sağ ol. Burcaliyev, buyur, xoş gəlmişsən. Gözəl insan. Hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir. Qardaşım, bir dənə belə bir şey demək istəyirəm. Deməli, bayaqdan qulaq asıram, efirlərə də tez-tez qoşuluram. Azərbaycan uzmanlar o danışır, o susur. Görünməsəm də tez-tez qoşuluram efirlərimizə. Var olasan. Sağ ol. Sözüm nədir? Sözüm bu bir növ dəstək formasındadır. Bir müsəlman şəhadət gətirir. La ilahə illallah, Muhammed Rasulullah. Onun da tərcüməsi budur ki,
şahidlik edirəm ki, Allah təkdir və Məhəmməd onun qulu və rəsuludur. Aha. Biz buna bu dinlər bunu təsdiq edir də ki, şəhadət gətirir. Hər bir müsəlman da bunu deyir, dilinə gətirir, amma belə bir şey var da qardaş. Mən görmədiyim şeyə, bilmədiyim şeyə necə şahidlik eləyə bilərəm? Yalancı şahidlik edirsən də. Ay sağ ol. Söhbət budur. Səni bir növ dəstəkləyirəm. Var olasan, sözüm bu qədər. Sağ olasın, teşekkürler. Leonardo buyur, hoş gelirsen. Ay Leonardo. DiCaprio sen yoksa Da Vinci? Gitti. Babayev buyur, hoş gelmişsin. Babayev. Ay Babayev. Babayev de danışmış. Abi ne desen, ne var ne yok? Buyur Buzlu Okean. Salam Sevik Bey. Her vaxtınız xeyir, buyurun. Sevik Bey, bir dənə sual vermək istəyirəm. Yəni bu barədə deyirəm biraz fikirləşib və də fikirlər bilirsənsə o barədə bir dənə fikir bildirərdiniz. Buyur, buyur. Mən belə fikirləşirəm ki, yoxluğun özü vardır, düzdür? Yoxluğun özü var değil, yox. Yo, elə də qardaşım, bax yoxluğun özü yoxdursa onu demək mümkün deyil. Yoxluq nədir əzizim, yoxluq tam olarak? Yoxluq Yəni tam olarak yoxluq nədir? deyəndə var ki biz o yoxluğu deyirik. Ya düzdür qardaşım? Yoxluq tam olarak nədir gözəl insan? Yoxluğu biz məcazi mənada deyəndə nəyisə gözümüzdən belə deyək də yox olanda biz ona yox deyirik. Düzdür qardaşım? Əzizim bir şey ya vardır ya yoxdur. Yoxluğun dəlili nədir? Yoxluğun. Var olmaması. Təbii ki, bəlkə elə fikirləşməyək də. Bax, yoxluğun özü vardır ki, biz ona yox deyirik. Yəni, məsələn, bilirsən də mən nə demək istəyirəm. Yoxluğun özü... Mənə bax, əjdahanın da özü var deyən əjdaha deyirik biz ona. Necə, qardaş? Əjdahanın özü də var deyən ona əjdaha deyirik. Əgər insanın ağlına nəsə gəlirsə, var. Mən ona şübhə edirəm. Hə, sən deyirsən ki, məntiqlə qurulan bir şey vardır. Məntiqlə yox. Yəni, insanın ağlına nəsə gəlirsə, o var. Hə, mən baxayım, mənim ağlıma hal-hazırda 20 dənə huri ilə jacuzzidə əylənmək gəlir, hanı? De ver. Ədəb, hurini mən sən üçün hardan tapım, huri də var. Mənə nə? Demədiyim var. Var, onu sənə verməyəcəklər. Demədiyim var. Demədiyim var. Var deyirəm, yəni sənə vermək... İndi sən denən... Hə, yox, sənə verəcəklər, nədə Allah'a inanırsan deyə. Gör nə deyirəm. Sən hansı Allah'a inanırsan? Hristiyan yoxsa Yahudi? Yoxsa İslam? İslam dininə qardaş. Yaxşı, gəlmək istəyirəm mən İslam dininə ki, mənə huri versinlər. Denən görün nə fəl olacaqmışdır. Sən tövbə edib İslam dininə qayıt gəl, ilə 5 dəhlik olsan, sənə huri də verməyəcəklər. O da huri, onu belə deyək, onu elə izah ediblər sadəcə olaraq. Mənə bax, tövbə eləsəm Allah bağışlayar məni. Niyə bağışlamır? Tövbə eləyən hər kəs bağışlaya bilər, yəni ürəkdən tövbə eləyən Allah. Hər kəs bağışlayar ürəkdən tövbə eləyəni. Gəl belə deyək, əgərləri mən bir şey başa düşməyib, səhv eləmişəmsə, onu sonradan başa düşüb tövbə eləmişəmsə, sonra həmən o işi görməyəcəmsə, tövbə edib Allahıma sığınıramsa, əlbəttə Allah bağışlayacaq. Bəs mən bir təcavüzçü olsam? Əgər belə deyək də, cahillikdən səhv eləmişsənsə, yenə də tövbə edib düzgün yola gəlsən, bəli, Allah rəhmlidir və bağışlayandır. Yəni bir təcavüzçünü bağışlayacaq Allahın sənə, eləmi? O qədər rəhimli deyən. Yəni deyirəm, bəs yenə də deyirəm də, bəs şeytan belə deyək, bizi yoldan çıxarıb səhv eləmişik. Bir dəfə, yəni demirəm 2 dəfə. Şeytanı mənim üstümə kim göndərib? Şeytanı sənin üstünə heç kim. Allahla anlaşması var axı şeytanın. Və yaxşı, anlaşması varsa, bəs ağıl verib sənə Allah. Ağıl verir. Sən əgər şeytana qalib gələ bilmirsənsə, Allah səni hər bir şeydən üstün yaradıbsa, şeytan səndən acizdirsə, sənə güc gəlirsə, orada Allahın bir günahı var bəyə. Var. Xeyr, yox. yox. Allah istəməsə sən istəyə bilməz. Yox, o söz başqa bir mövzudur. Yaxşında deyir axı Yunus surəsində deyir axı 99-da deyir axı.
Allah istəməsə heç kim iman edə bilməz. Qardaş, ya malı mala qatmayaq. Ya belə danışaq bu mövzudan. Elə mal eyni maldır da. Yo, sən deyirsən ki, şeytanı sənin üstünə göndərib. Sən oturub fikirləşmirsən ki, Allah səndən üstün heç nəyi yaratmayıb. Mələklər belə sənə səcdə edir. Sən üstünsən. Bəli? Kim sənə səcdə eləyir? Sən əgər Allahın yolunda düzgün yoldasansa, Allaha düzgün ibadət edirsənsə, hətta mələklər sənə səcdə edir. Belə deyək, sənə həsad aparırlar. Qanadı olan bir şey səcdə eləyir. Qanadı olsun da. Aha, düz. Deyirəm ki, mən təcavüzçü olmuş olsam da məni bağışlayar. Belə bir söhbət var. Biri 99 nəfərin başını kəsir, deyir ki, Allah məni bağışlayacaq. Biri qadirdir ki, bağışlamaz. Gedir 100-cü adamın da başını kəsir. Sonra yenə bir dini alimi yanına gedir. Bir tövbə edib Allah məni bağışlayacaq. Tövbə eləsəm, yəni bu ikdən əl çəksən. Mən başqasına Cavabı ver də bir dənə. Bəli, Allah səni bağışlayacaq. Hə, elə bir Allah lazım deyil mənə. Niyə lazım deyil? Allah mənə bax, sən təcavüzçü olsan, təcavüz eləsən, dövlət səni bağışlayar, hüquq sistemi səni bağışlayar. Xeyr, dövlət mənim cəzamı verəcək. Dövlətdən daha ədalətsizlik sənin Allahın. Ədalətsizlik, Allah Teala deyir öz ən pis bəndəsin, ən pis bəndəsin. Ana deyir öz ən hansı uşağı çox istəyirsə, ondan çox istəyir. Bu onu göstərir ki, Allah Teala heç bir bəndəsini istəmir ki, cəhənnəm əhli olsun. Yəni deyir düzgün yola qayıtsa. Bəs o zərər çəkənlər? Bəli? Bəs o zərər çəkən? O zərər çəkənə yüzdə onu mən fikirləşə bilməyəcəm. Fikirləşə biləndə söhbət eləyək. Yaxşı oldu. Əlbəttə. Ruslan bəy, xoş gəlmisiniz, buyurun. Yox, Aycevik, bu nə idi ki? Bu bir atımlıq barıt idi. Bu adi bir şeyi sən əgər fikirləşə bilmirsənsə, sən zərər çəkəni fikirləşə bilmirsənsə, Allah haqqında necə fikirləşə bilərsən? Ya bir şey komple fikirləşin, bir oturun daşları yerinə, ondan sonra bir mən daha onu bilə bilmərəm. Da sən nə bildin ki? Buyurun. Buyur Ruslan bəy. Salam aleyküm. Mələküm. Qardaş, siz yazmışsınız Allah yoxdur. Düz deyə əziz qardaş. Bəli. Bu yəndən fikirləşirəm ki, həqiqətən də görmürük, düzdür. Allah görünməzdir. Amma möcüzə adlı bir şeylər rast gəlib heç olmasa, möcüzə məsələn üçün yatırsınız yuxuda ümumiyyətlə yuxu prosesi görürsünüz, bir gün yaxşı olur, bir gün pis olur. Bir gün bal qaymaq içində yatırsan, bir gün belə nə deyim, sən işgəncə içindəsən. Yuxu görmüsünüz ümumiyyətlə siz? Hə, görmüşəm. Və bu beyindəki proseslərin bir nəticəsidir. Fotalamus. Yox. Beyin prosesi başqa bir şeydir, qardaş. Çevik, bunu mənə ver. Beyin prosesi yatır. Ruslan, əzizim, Ruslan, bax, başa düşdüm. Hələ bu beyin izadı qoyaq qırağa. Bax, mən səndən məcdəşirəm. Adicə, sən yeyib-içən oğlansan sən. Yeyib-içən yox, belə ortaya da yeməyimi yeyirəm, içmək yox, içmək mən yox. Adicə, bax, mən sənə deyim, adicə, sən gecə saat 12-də, 11-də çox yeyinə, yemək çox yeyinə və sırazı yatqına. Və o gecə səni narahat eləsin. O səni narahat eləyən gecə sən əmin ol ki, sən pis yuxular görəcəksən. Və yaxud da ki, bir həyatda stresin olsun, gərginliyin olsun, sən yaxşı yuxular görməyəcəksən. Bu normal bir şeydir, əzim. Bunu şişirtmək lazım deyil. Yox, bir də sizlə razıyam. Mən əziz qardaşım, mən elə yuxu görmək istəyirəm ki, belə gözəllik olsun. 24 saatda olsa, gözəllik olsun da o yuxuda. Onu Allah verir. Bax, qardaşıma qulaq möcüzədir. Allahın möcüzəsidir. Bu yuxuda elə yuxu adam var, bir gün yatıb, sabaha bir dənə yuxu görəydim ki, heç olmasa 24 saat o həzzi alaydım. Vermir. Amma elə momentində verir sənə ki, o həzzi alırsan, bu möcüzə gedir. Bu Ruslan, ay Ruslan, bir dəqiqə qulaq as. Yuxu sizə bəs eləmir. Bu yuxu. Yox, bir dəqiqə qulaq as qardaş, bir dəqiqə qulaq as, başqa dönəm. Bir dəqiqə qulaq as. Bu cəfəngiyatdır danışdıqları. Necə cəfəngiyatdır? Yatıb yuxuda görürəm ki, mənə öldür. Bir dəqiqə qulaq as da, qulaq as izah edirəm. Bir niyə cəfəngiyatdır?
Birincisi ümumiyyətlə həzz məsələsi ani olan şeylərdir. Bu daimi olsa sənə həzz verməyəcək. Sən deyirsən ki, mən 24 saat istəyirəm. İkincisi möcüzə dediyin şeylər, bir dəqiqə qulaq as. Möcüzə dediyin şeylərin özün belə fikirləşəndə ki, möcüzə nədir? Möcüzə səbəbini bilmədiyin qeyri-adi şeylərdir. Düzdür? Nə zaman ki sən o şeylərin sirrini açandan sonra, Qeyri-adi şeylər nədir? Onu deyirəm. Kim tərəfindən gəlir o qeyri-adi bir şeylər? Ha, sən insansan, egoist bir varlıqsan, hər kəsə kim sualını verirsən. Bu hər zaman kim sualı ilə cavablanmır. Bu hansısa bir hadisələr, münbit şərait və yaxud uyğunsuzluq, milyonlarla bunun cavabı var. Elə tutmusunuz ki, kim? Ona görə də siz vaxtında bu cür yanaşmısınız məsələyə, cahiliyyət dövründə. Sizə də bu yazıq peyğəmbərlər deyib ki, filankəs elədi. Çıx get. Filankəs kimdir? Adı Allah'tır. O nədir? O nətərdir? Sən onu dərk eləyə bilməzsən. Vur papqavı qoltuğa, çıx get. Все, qurtardı getdi. Sən əgər həqiqəti bilmək istəyirsənsə, sən biraz heç olmasa əlinin altında informasiya var. Müasir elmlə məşğul ol, biraz araşdır. Bax gör, cüt yarıq testi nədir? Atom zərrəcikləri nədir? Titreşimlər nədir? Elmi kim yazır? Kim İnsan. yazır? Ha, insan. Bəli. Sənin kitabını kim Onun yazır? sözünə inanırsan, yerin Kur'an'ı göyün kim yazır sahibi, ki? Kur'an'a inanmırsan Allah Teala yazır. Ha, Allah qardaş, Kur'an- Allah bak, Teala Kur'an'ı tərəfindən yazan, gəlir. Kur'an'ı yazan, Bu Kur'an- Kur'an kitabı. Kur'an'ı yazan- Sen ona inanmırsan. Ben elme inanmıram. Başa düşdüm, bir dəqiqə gözlə. Ben elme inanmıram. Bak, İnsan Kur'an'ı- yazır. Adi insan yazır. Ben Kur'an'a inanıram. Yaxşı eləyirsən, inan. Ay sağ ol. Məsələ deyil. Elim. İcazə ver də indi. İcazə Ha. ver. Buyur. İcazə ver. Tamam. Bir dənə bunu da deyirəm. Bax Ruslan. Kur'an'ı 1400 il bundan qabaq kimlər yazıb, nətər yazıb, hansı vəziyyətdə yazıb, mən onu səndən yaxşı bilirəm. Və onun belə deyim də mətni ilə də tanış olanda bəs qədər ziddiyyət görürəm. Amma mən sənə demirəm ona inanma, inan. Amma sən heç əminəm ki, heç Kur'an'ı oxumamısan, o ziddiyyətləri də görməmsən, tutmamsan. Yuxulu oxuyub keçmisən. O Allah böyükdür, Allah möcüzə verdi falan filan belə deyib heyrətlənib yatmısan. Amma məsələ burasındadır ki, müasir elm bir çox şeyləri, hamısını yox, amma bir çox şeyləri izah eləyir və oxuduqca başa düşürsən ki, burada qeyri-adi bir şeylər var, gözəl şeylər var, hələ kəşf eləmədiyimiz şeylər var. Amma bunu oxuduqca da başa düşürsən ki, bu sən dediyin Allahlardan getdikcə uzaqlaşır. Yəni o Allahlar deyil. Bu qədər. Çevik buyur. Ruslan qardaş, xoş gəlibsən, necəsən? Sağ ol əziz qardaş. Sən az öncə nə dedin? Kur'an'a inanıram, elmə inanmıram dedin. Bəli. Mənə bax, sən tetraskrin zad atmısan indiyə qədər. Tetraskrin? Yo, o qarnı işləmədi. O qarnı işləmədi. Hadi. İstifadə eləməmsən Proses tetraskrin. baş verir. Qulaq as. Yox, bildim. Allah tanrı. Bildim, sualıma cavab vermədin. Sən səbirli ol da. Sual cavab etmə. Sən tetraskrin istifadə eləmsən indiyə qədər. Sen öcü, sen öcü fırlatırsan zarafata. Ay yoldaş, bu zarafata zada fırlatma. Ay yoldaş, bir dənə qulaq as da. Eləmsə, eləməmsən. Tetraskrin. Allah'ın izniyle vasitəçilik edən insan yaradı bunu. Yox, sən tetraskrin atmısan yoxsa yox? Yox, atmamışam. Baş ağrı dərmanı atmamısan? Yox, dərmandan istifadə eləməmişəm indiyə kimi. Yəni harın ağırsan sən, tarlada yaşayırsan? Tarlada nə yaşayıram? Qaşan lüks evdə yaşayıram. Hə. Böyle lüks evin elektrik xəttini nə çəkimsən, özün çəkimsən? Yox, elektrik xəttin Allah Taala tərəfindən şua verilib, insan vasitəçiliyi çəkib çıxır. Nə qəribdir? Allah Taala tərəfindən şua verilir. Eşidirsən? Nə verilir? Şua. Sənin bir dənə sənə gör nə deyirəm, eşidirsən? Aç onu demirəm, telefonumu zaryatkaya qoyduğun işığı deyirəm. Zaryatkaya qoyduğun işığın hamısı Allahın izni iləndir. Tok da işıqla. Mingəçevir elektrik stansiyasında Allah tikibdir. Allah, bəli, Allahın vasitəçiliyi olmasa insan kimdir? İnsan kimdir? Mənə bax, qulaq as. Onda sən bu peyğəmbərin niyə heç bir şey kəşf eləmədi ki? Allah ona vermədi. Peyğəmbərdən söhbət getmir, söhbət Allah Taala tərəfindən gedir. Sən burada yazmısan Allah yoxdur, Allah var. Yox, deyirəm ki, sənin peyğəmbərinə niyə heç bir şey kəşf eləmə şansı vermədi?
Ay, ona kəşf eləmə şansı vermədi də. İndi biz nə edəyik olsun? Mən Allaha inanıram. Hansına? Necə hansına? Bir dənə Allah var da. Görürsən, sən gör neçə dənə Nə Allahın bilirsən, var. bəlkə 5 dənədir. Sən 5 dənə Allahın var. Yox, 16 dənə. 16 dənə. Demək Allahın var sənin. Sən yazırsan orada yalandan yazmısan. Var Allahın. Mənə bax, sən neçəsinə inanırsan birinə? Allah təkdir. Yer göyün sahibi olan bir Allahdır. Nə bilirsən? Allah 5 dənə. Sən 5 dənəsinə inanırsansa, 10 dənəsinə, 16'sına inanırsansa dedin. Elə bəs eləyir də sən demək Allaha inanırsan. Burası da ki, burası çox dərinə getmək istəyirsən. Sevinirsən. Sən çox dərinə getməmisən. Sevinirsən. Sən çox dərinə getməmisən, baş getmişdi. Onu Deyirəm, yadına saxla. sevinirsən. Sevinirsən. Mən deyə sevinməliyəm. Sən burada ağlamalı deyirsən. Allah yoxdur. Mənim bir elə bir ki Azərbaycan vətəndaşım, bir Allah bəndəsi şək eləyir Allaha. Mən çalışıram ki o şək eləyən insanı başa düşsən, ağlamalı günə qalmasın da. Başa düşsən? Xoş günə Sən kimi qalsın. yəni? Qardaş, mən Allahıma şükür edirəm. Əziz qardaş. Yox, sən kafirsən axı. Sən eşidirsən? Çox dərinə getmə. Kafirsən, sən. 99% başı gedib. Bilirsən Qardaş, sən onu. kafirsən, sən kafir. Necə kafirəm? Kafir nədir? Nə deməkdir kafir ümumiyyətlə? Allah'a rədd eləyən. Kafir Allah'ın sözlərini rədd eləyən. Deyirəm, Allah'ı rədd eləyən, Allah'ın kitabını rədd eləyən. Yox, kafir sözünü hardan götürmüsən? Deyirəm ki, sən hal-hazırda kafirsən. Qardaş, kalma ver, cavab ver də. Kafir sözünü hardan götürmüsən? Sən dinindən. Dinimdən. Onda sən mənim dinimə inanmırsan, mənim dinimdən mənə sual verirsən. Mənim Sol dinimə verməmi sənə kafir deyirsən. Kafir deyirəm. Ala qardaş, sən kafir sözünə inanmırsan. Quranda Məni bildim, məni bildim. Sən kafirsən. Mən niyə kafir olmalıyam ki? Çünki Quran elə deyir. Kafir bəyən pisdir, qeyri-qiyabid də aşağı vəzifədə 3. Qiyməti 3'dir. Mənə bax, mənə bax, Ayrıslan. Böyle kafiyle kafiri bilmir. Eşidirsən? Kafir demirəm, kafir deyirəm. Səndə niyə baş getmir? İndiyə kimi. Ateistlərin 99% gedir. Səndə niyə getmir? 99% deyəndə nə qədər ateist tanıyırsan ki sən? Çox tanıyıram. Nə qədər də nə qədər? 70% də başı gedib. Yox, nə qədər tanıyırsan, nə qədər? Yox, nə qədər? Doludur Bakı. Dünyanın hər yerində olmuş ateist çıxıb. Hamısı gəlib sənə report verir ki, mən ateistəm. Yox. Və hardan bilirsən ki, yolla gedən bir adam ateist olduğunu hardan bilirsən? Sən hardan bilirəm? Sən danışığından bilirəm də səni. Yazmışsan Allah yoxdur. Sən yəni o qədər ateistlə danışırsan sən. O qədər yox, heç milyon dənə ateistlə danışmışam. Çalışmışam ki, onların fikirlərinin əslində ateist kəllə olur. Beyin işləyən adam olur. Onu yadda saxla. Çıxmaq istəyirlər ki. Səhv deyirsən. Onu da çıxa bilmirlər. Yox, çıxa bilmirlər. Ateist. Telekommunikasiya qovşağı deyil qardaş. Poçtu, az telekomdur. Aydan az telekom, nə bir şey qardaş, sən elmiz, nə qardaş, ateist sözü, eşidirsən, ateist sözü, ateistlər bu dəqiqə 99% başlara gedir. Onu yadda saxla. Hara gedir? Fikirləşən sənin başın nəzəb getmir sənə. Hara getməlidir? Çıxmaqdır. O qardaş baş gedir də, baş necə? Hara getməlidir? Lənkərana getməlidir, hara getməlidir? Yox. Uçur havalara. Havalara uçur, nətə uçur ki? Nə bilim, sən bu Quranı oxumusan. Qurana inanıram. Yox, inandığını bilirəm. Yox, oxumusan Quranı. Quranı oxumamışım, yox. Sən məzələnsən məndən. Niyə məzələnirəm? Və oxumamış nətə inanırsın? Quran tam şəkildə oxumamışam. Demək ki, mən əsr eləməmişəm. Ayələri bir-bir çıxardım üzə, uğursun edeyim. Mən ancaq bildim də onu bildim də hara qədər oxumusan? Müəyyən hissəsinə qədər oxumuşam. Nə barədə sual vermək istəyirsən ki mənə? Yox, müəyyən hissəsi deyəndə hansı hissəsi? Yox, sən sualı dinən ki, nə barədə sual vermək istəyirsən? Mən sual verəcəm sənə. Elə bil ki, sən harada yaşayırsan? Mən? Hə. Lənkəranda. Nənən ölüb səni? Bu nə sözdür axı danışırsan? Deyirəm, nənən vəfat edib, nənən.
Bəli, əlbəttə ki. Səni də götürüb gedəcəm nənəvin məzarının üstünə. Sən orada bir Fatih oxuya bilərsən. Fatihə oxuya biləcəyəm. Fatihəni oxumursan, çağırırsan, oxuyurlar da. Oxu da. Elə bir ki, mən ölmüşəm, mən Fatih oxuyursun. Fatihə surəsini istəyirsən? Hadi. Orada Fatihə surəsi oxumaya gəlməmişəm, əziz qardaş. Deyirəm ki, mən bilmək istəyirəm görüm sən nə qədər O hamı müsəlmansan. gözəl bilirəm. Qardaş, mən namaz da qılıram. Əziz qardaş, mən Onu hər şey bildim, gözəl bilirəm. Ruslan. Sadəcə qulaq as Ruslan. qardaşıma. Bir dənə Ruslan, onu qulaq as, bildim. bir dənə. Buyur. Onu bildim. Elə bil ki, mən ölmüşəm, sən də bir Fatih oxuyasın. Oxu görüm. Qardaş, mən Fatihəni oxumuram. Mən bilmirəm də Fatihəni. Fatihəni bilmirsən, Sən hə? yalan. Yox, Yəni sən nənəvin qəbrinin üstünə gedib bir Fatih oxuya bilməyəcək qədər müsəlmansan. Yox, mollanı çağırıb pul basıram, cibimə oxuyur da o. Sən utanmırsan mollanın cibinə pul basıb Fatih oxuturanda. Vallahi nə əziyyət çəkir orada. Hər şeyin əziyyəti. Nə əziyyət? 5 sətir şey oxumaq nə əziyyət çəkir? Abi necə 5 dəqiqə? 5 dəqiqədə o da çıxıb çörəyə də. 5 dəqiqə yox, 5 sətir. Vaxtını alıb, həm savabın qazanır, o istəmir ödəniş olunsun ona. Burada sadəcə biz veririk ki, qoy halallıq olsun, əziyyət çəkdi. Mənə bax, sən Quran oxumuş olsaydın bilmirdin ki, bilməliydin axı ki, sən ölünün üstündə Quran oxumazlar. Qardaş, Quranı sənə bir dənə söz deyim, qardaş, əziz qardaş. Mən sənə deyirəm ki, Allah yoxdur sözü, bilirsən? Allah yoxdur sözü. Bu şeyləri yığışdır, əziz qardaş. Yığışdırmıram. Allah var. Allah hər yerdədir. Bax, dəqiq. And ola, bax, qulaq as. Sənin inancın nəyə deyildir? Bax şimdi. Qulaq as. Allah hər yerdədir, demirsən elədir. Allah hər yerdədir, əlbəttə ki. Baxdım şkafda yoxdur. Çünki sən onu şkafda yazsan, çünki sən vallahi billahi sən faciəyə nəsə boş Yox, sən demədin hər yerdədir Allah. Olacaq bu faciə. Gec-tez olacaq, sənin başına gələcək faciə. Açıq. Açıq. Deyirsən ki, Allah hər yerdədir. Aziz qardaş, eşidirsən? Qulaq as. Sənin durduğun yerdə bu dəqiqə sən danışığın da, hər şeyin Allahın izni iləndir. Dəqiq. Prosto ki Allah atestləri Ruslan. Bax, mən bu qələmi götürüb attım. Bu da Allahın izni və iradəsi daxilindədir. Əlbəttə ki. Allah Teala ya sənin baş. Allah istədi. Bir etirazın varsa Tanrıya.